Salam, hər vaxtınız xeyir olsun. Bu günləri kimyəvi formullar üzrə hesablamalar bölməsindən növbəti 2 testimizin izahına baxırıq. Bizə CnH4nOn tərkibli üzvü birləşmə verib və bu birləşmədə hidrogenin kütlə payını soruşur. Biz də ayrı-ayrılıqda görürük ki, onsuz elementlərin nisbi atom kütləsini verib. Karbonumun nisbi atom kütləsi 12-yə bərabərdir. İndeksində N var, 12N. Hidrogenin nisbi atom kütləsi 1-ə bərabərdir. İndeksində 4N olduğu üçün 4N-ə və oksigenin isə nisbi atom kütləsi 16-ya bərabərdir. İndeksində N, 16N mənə ümumilikdə verəcək 32N-i. Ümumilikdə kütləm 32N-ə bərabərdir və mənim 100%-im 32N olacaq. Yazıram 32N 100%-dirsə, onda bəs burada hidrogenin. Dediyim kimi hidrogenin nisbi atom kütləsi 1-dir, indeksində N var, olacaq 4N. Onda 4N mənim neçə faizimi təşkil edir? Buradan isə hesabladıqda 12,5 faizi tapmış oluruq. Baxırıq növbəti sualımıza. Növbəti sualımızda alüminium sulfit birləşməsi verib və alüminium sulfit birləşməsinin tərkibində düşürdüyü kütlə payını soruşur məndən. Alüminiumun nisbi atom kütləsi 27-yə bərabərdir. İndeksində 2 var. Mənə verəcək 54-ü və 54-ü qeyd edirəm. Kükürdün nisbi atom kütləsi 32-yə bərabərdir. İndeksdə 3 var. Mənə verəcək 96-nı. Topladıqda mənə cəm verəcək 150 qram. İndi mənim ümumi kütləm 150 qramım, yəni 100%-ə bərabərdirsə, bəs onda burada mənim kükürdüm nə qədər olmuşdu? Birinin nisbi atom kütləsi 32-yə bərabərdir. 3 vur 32, 96-nı vermişdi. Onda mənim 96 qramım neçə faiz olacaq? Buradan isə hesabladıqda tapıram ki, cavab 64%-ə bərabər olacaq. İnşallah ki, yararlı olmuşdur və dəstək olan hər kəsə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Sağ olun, salamat qalın.